Qur'an-ı Kərim əziz Peyğəmbərimizin möcüzəsidir. Allah Teala Peyğəmbərimizə ən böyük möcüzə olaraq Qur'an-ı Kərimi göndərmişdir. Qur'an elə bir kitabdır ki, nə Peyğəmbərin öz zamanında, nə ondan sonra ta qiyamətə qədər heç kim bunun kimi bir kitabı gətirə bilməz. O qədər əzəmətlidir, bu qədər texnologiyanın inkişafına baxmayaraq heç kim bunun kimi bir kitabı gətirib ərsəyə çıxara bilmir. Bu barədə Qur'an da buyurur ki, Allah buyurur, biz Qur'anı göndərdik və biz onu qoruyarıq. Heç kim onu aradan apara bilməz və heç kim də onun mislini gətirə bilməz. Hətta deyir, əgər bacarırsınızsa 10 dənə surəsin, 1 dənə surəsin gətirin. Heç kim bacarmır. Bir şeylər gətirib ortaya çıxarırlar, gülməli çıxır. Qur'anın sözləri bir-biri ilə bağlıdır, bir-biri ilə əlaqəlidir. Qur'anın buyurduqları hamısı bir-birini təsdiqləyir.